Bismillahirrahmanirrahim. Değerli qardaşlar və bacılar, bugünkü söhbətimizin mövzusu təvəssül haqqında olacaqdır. Təvəssül ərəb dilində bir vasitə deməkdir. Yəni, məqsədə çatmaq üçün insanın istifadə etdiyi bir vasitəyə təvəssül deyilir. Dinimizdə təvəssül insanın Allahın rəhmətini, mərhəmətini əldə etməsi, yaxud duasının qəbul olması üçün istifadə etdiyi üslublardır. Yəni, buna dinimizdə təvəssül deyilir. Və təbii ki, dua hər birimizin ehtiyacıdır və hər bir müsəlman Allaha dua etməyə möhtacdır. Ona görə də təvəssülün doğru olması, duanın qəbul olması üçün əsas səbəblərdəndir. Və bilmək lazımdır ki, dinimizdə təvəssül iki qismə bölünür. Şəriətin icazə verdiyi təvəssül və şəriətin qadağan etdiyi təvəssül. Şəriətin icazə verdiyi təvəssül Allahın ad və sifətləri təvəssül etməkdir. Yəni, Allah Subhanahu wa Ta'alanın ad və sifətləri ilə təvəssül edirsən. Deyirsən ki, ey Rəhmən, ey Rahim, ey bağışlayan Allah, ey tövbələri qəbul edən Allah. Yəni, Allah Ta'alanın hər hansı bir ad və ya sifəti ilə Allahdan bağışlanma diləyirsən. İcazə verilən təvəssülün ikinci növü salih əməllərlə, yəni etdiyin yaxşı bir əməllə Allahdan bağışlanma diləyirsən, duanın qəbul olmasını istəyirsən, yaxud üzərində olan sıxıntının götürülməsini Allahdan diləyirsən. Deyək ki, məsələn, sən bir gün yoldan keçərkən hər hansı bir insana heç bir təmənnasız, Allah rızası üçün bir yaxşılıq etmirsən və dar günündə, sıxıntılı anında deyirsən ki, ya Rabbim, sən bilirsən ki, mən filan vaxtı filan kəsə sənin rizan üçün kömək eləmişəm. Sən də məni bu sıxıntıdan çıxmaq üçün mənə yardım et. Yəni, sən bu halda öz yaxşı əməlinlə Allaha təvəssül etmiş olursan. Üçüncü növ icazəli təvəssül, duasının qəbul olunduğu ehtimal olunan bir müsəlmana mənim üçün dua et deyə müraciət etməkdir. Lakin burada şərt odur ki, həmin insan sağ olsun. Sənin xahiş edəcəyin insan sağ olsun və bir də o adam səni eşitsin. Bu şərtlərlə sən o adama xahiş edə bilərsən ki, sənin üçün dua etsin. Yəni, məsələn, ya sən həmin insanın yanında olursan, birbaşa onun özünlə danışırsan, ondan xahiş edirsən, yaxud da telefon vasitəsilə yazıb və zəng edib ondan xahiş edirsən ki, o sənin üçün dua etsin. Amma qeybdən, deyək ki, məsələn, sən buradasan, filan kəs başqa Kufə şəhərindədir, məsələn, və ya məsələn, Məşəddədir. Sən buradan xitab edirsən ki, ey filan kəs övliya və ya ey filan kəs imam, mənim üçün Allahdan bağışlanma istə və ya dua ilə Allah məni bağışlasın və s. Bu olmaz. Bu qadağandır. Çünki sən qeybdən onu çağırırsan, qeybən çağırırsan, uzaq bir yerdən çağırırsan. Qeybi isə Allahdan başqa heç bilməz. Ölülərdən istəmək İslam dininin prinsiplərinə ümumiyyətlə ziddir. İslam şəriətinin əsas prinsipləri insanların həmişə diri olan, həmişə sağ olan Allahdan istəmələridir. Amma ölülərdən istəmək, ölənlərdən istəmək, dünyasını dəyişmiş insanlardan dua edib istəmək, onların xətrinə Allahdan istəmək, bunlar hamısı dinimizlə qadağandır. Deməli, təvəssülün icazə verilən üç növü dediyimiz növlər idi. Haram olan təvəssül isə, yəni dinimizdə qadağan edilən təvəssül isə iki qismdir. Birinci qism odur ki, Peyğəmbərin və övliyanın xətrini Allahdan istəmək. Yəni, məsələn, insan deyir ki, ey Allah və ya Rabbim, filan kəs Peyğəmbərin xətrinə məni bağışla. Yəni, Muhammed Peyğəmbərin xətrinə məni bağışla, İsa Peyğəmbərin xətrinə məni bağışla, Musa Peyğəmbərin xətrinə məni bağışla, yaxud filan övliyanın xətrinə məni bağışla, yaxud filan imamın xətrinə məni bağışla. Yəni, bunlar hamısı qadağan olan təvəssülün növlərindəndir və belə etmək, belə dua etmək ümumiyyətlə qadağandır. Və biz baxsaq Peyğəmbərimizin sahabələrinə, 23 il Peyğəmbərdən təhsil almış sahabələr, onun, yəni ki, o cür bütün dünyaya İslam dinini yayılmış, təbliğ etmiş sahabələri içərisində Əhl-i Beyt olmaqla heç biri Allaha bu cür dua etməyiblər. Heç biri Allaha bu cür dua etməyiblər. Heç biri Allaha vasitəsi qoşaraq dua etməyiblər. İkinci növ qadağan olunan təvəssül isə Peyğəmbəri yaxud övliyanı Allaha and verdirərək dua etmək.
Yəni məsələn elə insanlar var ki, onlar dua edərkən deyirlər ki, ya Rəbbim, səni peyğəmbərin Muhammədə and verdirirəm, məni bağışla. Yaxud ey Allahım, səni filan övliyə and verdirirəm, məni bağışla. Və ya mənə övlad ver, və ya məni filan işimi düzəlt və s. axır. Yəni bu cür dua etmək qadağandır. Çünki ümumiyyətlə bir insanın başqa bir insana and içməsi qadağandır. Yəni dinimiz bizə qadağan edib peyğəmbərə and içməyi, övliyə and içməyi və ya hər hansı bir məxluqa and içməyi bizə qadağan edib. Hətta mələklərə belə and içməyi qadağan edib. Dinimiz yalnız Allaha and içməyə icazə verir və Qurani-Kərimdə də biz açıb baxsaq, görərik ki, yalnız Allaha and içməkdən danışılır Quranda. Həmçinin hədislərdə Peyğəmbər s.ə.v buyurub ki, heç kəs Allahdan başqasına and içməsin. Kim and içirsə, Allaha and içsin. Təvəssül haqqında deyəcəklərim bu qədər. İnşallah növbəti dərslərimizdə görüşənə qədər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.